revanş deyəndə bilirsiniz necədir? Rusiya Azərbaycandan tamamilə başqa şeylər gözləyirdi. Bəli. Belə deyək də, gözləyirdi ki, bu müharibədə Azərbaycan pis öyrəniblər axı. Bunların yanında olacaq, bunların dediyini deyəcək, bunların sözcüsü olacaq. Təbii ki, bu belə deyil, artıq dünya o dünya deyil, zamanə o zamanə deyil. Biz 30 il o haqsızlıqla üzləşmiş bir xalqıq, bir dövlətik. Ərazilərin işğalının nə olduğunu biz gözəl bilirik. İnformasiya müharibəsinin nə olduğunu yaxşı bilirik. Biz bunları yaşamışıq. Ona görə də bizim Ukraynanın yanında olmağımız, onların haqq davası apardıqlarını dilə gətirəndə, açıqlamalar verəndə, çıxışlar edəndə, mən bu məsələyə qayıtmaq istəmirəm. Bir də kinələr yazırlar bizə, xüsusən də Rusiyadakı o bəziləri, indi də qorxumdan məcburam deməyə, bəziləri başlayırlar artıq söyüşə, təkirə keçməyə. Amma halbuki bu dəqiqə o adamların özləri də yoxa çıxıblar, yoxdurlar. Çünki görünür onlara da zərbə dəyibdir. Ağıllaşıblar yəqin ki biraz. Təbii ki, oradakı o ziyalı təbəqə, o ağıllı təbəqə, həqiqi milli olan soydaşlarımız yəqin ki, onları ağla gətiribdir ki, belə şeylər eləmir. Amma yenə deyirəm, vəziyyəti belədir ki, Azərbaycanı əldən vermək Rusiya üçün çox böyük bir strateji və maddi bir belə çətin, bir ağır dönəmdir. Ermənistan bir o gedən Rusiya təsir eləmir. Əksinə Ermənistan oturub Rusiyanın boyunda dotasiya kimi. Belə baxanda Ermənistan nəyi var ki, strateji bir balaca baxımdan ərazisi var. O da Türkiyə ilə sərhəddə nə olsun. Amma Azərbaycan təbii ki, həm logistik baxımından, həm yeraltı yerüstü sərvətləri baxımından, həm potensialı baxımından, hər tərəfli belə desək, Rusiya üçün çox böyük bir itki olacaqdır. Ona görə də çalışır ki, Azərbaycanı da, Ermənistanı da, Gürcüstanı da, ümumiyyətlə bu bölgəni öz daim olduğu kimi 200 ildə necə saxlayıb, elə də saxlasın. Nə deyirsə, diktə edirsə, eşidək, baş üstə deyək, bunu görməyəcək. Rusiya həmən ki, o Rusiyada deyil. O imperiya artıq can üstədir. Biraz ehtiyatları qalıbdır. Onu da yiyəcəklər, bitəcək. Bir dənə tək Ukrayna görürük də Rusiyanı, o imperiyanı elə nə günə salıbdır. Bizə elə öyrətmişdilər ki, elə qorxutmuşdular ki, Rusiya dəymək olar, Rusiya nə danışırsınız? Rusiya belə, Rusiya elə, ayağa qalsa tapdalayar Ukraynanı, ayağa qalsa Azərbaycanı ayaqlayar keçər. Hanı? 4 ildə artıq bir dənə Ukrayna ilə bacara bilmir. Yəni, əvvəlki nə o güc qalıb, nə o hörməti qalmayıb, nə də ki, belə deyək də, istehsalı da o istehsalı deyil. Çünki xam mallar hardan gəlirdi ona əsasən? Xarici ölkələrdən gəlirdi. Yollar kapanıb, heç kim heç nə satmır Rusiya. Gizlin yollarla təbii ki, oğurluqla bir təhər gətirir, bu da heç nəyə yaramayacaqdır. Baxımından, bu cür bu gedən cəzaların altında Rusiya çox gedə bilməyəcəkdir. Onsuz da artıq o problemlər üzə çıxmaqdadır. Baxımından, Azərbaycandan əl çəkmək məsələsi belədir ki, geci tezi yenə Azərbaycandan əl çəkəcəkdir Rusiya. Rusiya Azərbaycandan çox belə dərinə gedə bilməyəcəkdir. Çünki yenə deyirəm, o Rusiyanın Azərbaycandan çox böyük asılılığı var. Təkcə burada arada lağa qoyulan pomidor deyirlər, pomidor siyasət. Təkcə burada pomidordan getmir. Nə pomidor? Pomidor sadəcə olaraq kiçik bir ticarətdir. Bizim Rusiyanın qlobal böyük, belə deyək də, strateji əməkdaşlığımız var. Daha böyük işlər görülüb, daha milyardlarla burada sərmayələr dövriyyədə olubdur. Ona görə də təkcə pomidor deyil burada, pomidor siyasəti deyil. Rusiya çox şey itirəcəkdir.